Salam, bizim Sədanın 38-ci buraxılışı ilə studiyada mən Novruz Məmmədovdur. Xoş gördük sizləri. Necəsiz? Keyfiniz, əhvalınız qaydasındadır. Yatanları deyə bilmərəm, amma baxanlar 100% əmin olsunlar ki, hazırladığımız reportajların hər biri ürəyinizcə olub, sizlərə bol informasiya verəcək. Odur ki, ekranlara biraz da yaxın əyləşin. Bayquş yoxsa bəy quşu? İllərlə mübahisə doğuran bu məsələni əməkdaşımız Ayaz yenidən gündəmə gətirib. Niyə bayquşlara bəy quşu deyirlər? Sualı ilə üst tutub xarabalıqlara, oradan da zooparka. Neysə, uzun sözün qısası bayquşları birtəhər tapsa da onları danışdıra bilməyib. Bu da təbiidir. Çünki yeganə insan Süleyman Peyğəmbər olub ki, heyvanların, quşların dilini bilir. Onları dindirə bilir. Mətləbdən çox uzaqlaşmayaq. Birtəhər bayquşu tapan Ayaz, axı sənə niyə bayquşu deyirlər? Soruşmaq istəyirmiş ki, bir də görüb bayquşun başı 180 dərəcə radiusda çevrildi. Eyni vəziyyət bir neçə dəfə təkrarlanır. Heç nə başa düşməyən Ayaz kör peşiman şadlıq sarayına üst tutur. Bayquşdan ala bilmədiyi cavabı yeni evlənən bəylərdən öyrənmək istəyir. Amma bu dəfə başqa bir sual var. Siz adınızla başlayan quşlar haqqında nələri bilirsiniz? Bayquşların bədəni 17-74 cm uzunluğunda, çəkiləri isə 50 qramdan 3 kiloqram 500 qramadək olur. Bu quşlara el arasında vüqarlı və əzəmətli duruşlarına görə məhz bəy quşları da deyirlər. Yırtıcı qarmaq dimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxır. Səssiz uçan bayquşlara daha çox dağ yamaclarındakı kolluqlarda, meşələrdəki ağac budaqlarında, qayaların yarıq yerlərində, köhnə uçuq xarabalıq ərazilərdə rast gəlmək olur. Onlar əsasən kənd təsərrüfatına zərər vuran həşəratlar və sümbül qıran gəmiricilərlə qidalanırlar. Bunlar gecə heyvanlarıdır, gecələr daha aktiv olurlar, səhərlər yatmağı üstünə verir. Çünki o qədər qorxaq quşlardır ki, ona görə gecə həyatı yaşayırlar. Gecə bunlar həm uçmaq rahatdır, həm ov eləmək bunlar üçün rahatdır. Səhər yatmağı üstünə verirlər. Əksər insanlar bayquşları bədxahlıq gətirən quş adlandırır, daşqalaq edir. Bəziləri isə əksinə, bunun bir inancı olduğunu və quşların insana heç bir ziyan yetirmədiyini deyir. Bayquş sizin fikrinizcə necə bir quşdur? Bayquşdur da. Bəy quşudur yəqin ki. Yırtıcı. Bayquşların yaşayışları və fəaliyyətləri nə qədər maraqlıdırsa, onların adları da bir o qədər maraq doğurur. Bayquş sözünün bəy quşu mənasını ifadə etdiyini söyləyənlər də az deyil. Qədim və orta əsrlər türk dillərində bay və bəy eyni bir sözdür. Onun dəyişik fonetik variantıdır. Onlar fərqli bir söz deyildirlər. O mənada ondan başqa həmin quşa bayquş ya da bəyquş adının verilməsini folklor məlumatlarında, yəni şifahi ənənədə olan məlumatlara görə bu adı Süleyman Peyğəmbər vermişdir. Ümumiyyətlə rəvayətə görə qədim zamanlarda bayquş evlərdə yaşayırdı və insanların nahar edən zamanı masanın kənarına qonub ev sahibləri ilə birlikdə yemək yeyərdi. Belə deyirlər ki, İmam Hüseynin qətlindən sonra bu quşların insanlara olan etimadı azalır və onlar xarabalıqları özlərinə məskən seçirlər. Gündüzlər özlərinə heç kimə göstərmir, yalnız gecələr peyda olurlar. Bayquşların özlərinə məxsus vahiməli səsləri var. Məhz bu səs insanlarda belə bir inanc formalaşdırıbdır ki, bayquş hər hansı bir evin damına qonarsa, oradan mütləq pis bir hadisə baş verməlidir. Amma əslində təbii ki, bu heç də belə deyil. Sadəcə olaraq bu bir inancdır. Bayquşun səsinin insanlara mənfi təsir bağışlamağı, yəni xoşa gəlməyən səs çıxarmağı, elə bir ki, ölüm xəbəri gətirməyi kimi insanlar bunu qəbul edirlər. Ona görə də bayquş bədniyyətli adamlara deyirlər. Yəni, tez-tez ağlayan adama bayquş deyirlər və yaxud da xeyir söyləməməz adama bayquş deyirlər. Bu da gəldi, bayquş gəldi. Bayquşların gözləri bədənlərinin 5%-ni əhatə edir. Alimlər bildirirlər ki, əgər insanların da gözləri bədənlərinin 5%-ni əhatə etsəydi, onda bir insan gözü bir greyfurt boyda olardı. Ayaz Kazım, Nurlan Şahbazov, Əfqan Pənahoğlu, Lider TV.
İndi hansı gənc oğlana yaxınlaşıb sual etsən ki, çox arvadlığa necə baxırsan? Hamısı bir ağızdan əla, lap yaxşı, bunun nəyi pisdir ki, deyər. Elə ki, mən özüm qarışıb. Bundan gözəl nə ola bilər? Təsəvvür edin də, səhərdir və sən işə getməyə hazırlaşırsan. Aldığın arvadın biri səni geyindirir. O birisi yedizdirir. Bir başqası sənin saçını darayır. Bəh, bəh, bəh. O birisi isə qalstukunu bağlayır. Birisi də sənin evə tez gəlməyin üçün arxanca su atır. Həyatda bundan gözəl və zövq verici nə ola bilər? İşdən qaydanda da eyni ilə sənin pişvazında durub yeməyini, çayını təşkil edəcəklər. Bunun nəyi pisdir? Məncə, qadınlar da mənimlə razılaşar ki, bu həm də onlara bir köməkdir. Bir sözlə, şəxsən mən Novruz bu çox arvadlıq məsələsini iki əllə dəstəkləyirəm. Bəs siz necə? Əmi, sağ ol, daha biz gedək. Nə? Əmi? Xoş getdiniz. Bir dəri şeytan deyir. Bunların ikisini də birdən al ginar. Daha çox qərb cəmiyyətinin qeyri-adi qarşıladığı poligamiya, yəni çoxarvadlılıqla bugün də bir çox şərq ölkələrində qarşılaşmaq mümkündür. Ölkəmizdə isə çoxarvadlılıq ənənəsi hələ ta qədim dövrlərdən dəbdə olub. Hətta bəzi bəy və xanlarımız 4 və ya daha çox arvad saxlayarmışlar. Tarixən çoxarvadlılıq bütün cəmiyyətlərdə olub. Bu və digər dərəcədə həm şərqdə, həm qərbdə. Qərbdə bu daha gizlin olub. Yəni bilirsiniz ki, qərbdə hər şeyi xoş deyirlər ki, biraz estetik tərəflərini götürməyə. Ona görə də həyati baxımından biraz gizlədiblər, amma bunu sənətdə, ədəbiyyatda, rəssamlıqda biz çox tez-tez görürük. Gözəl xanımlar, çoxlu məşuqələr və s. və ilə axır. Amma şərqdə bu qanuniləşib, xüsusən də İslam Azərbaycana gələndən sonra Azərbaycanda da bu, belə deyək də, şəriət qanunları ilə dəqiqləşdirildi. Bəs müasir zamanda çoxarvadlılıq necə qəbul olunur? İlk olaraq xanımların fikri bizim üçün maraqlı oldu. Qəbul edirsiniz bir xanım olaraq çoxarvadlılıq? Xeyr. Mən elə qəbul eləmirəm, çünki mənim olan mənim olmalıdır. Nəyə görə başqasından paylaşmalıyam? İmkanı çatıbsa problemdir. Bunda kişilərə xeyir eləyir də. Qadınlara xeyir eləmir o. Mən şəxsən pis qəbul edirəm. Pis baxırıq, talihdir də bala. O keçmişdə olub. Qadınlar evdə otururdu, kişilər nə istəyirsən onu eləyirdilər. Hə, belə də bilirdik. Bəs görəsən cənablarımız bu haqda nə düşünür? Normal. Çünki dədə-babadan, imamlardan da ki, qalan belə bir şey var ki, 3 arvad halaldır. O da ki, üçünə də gərək normal şəkildə baxasan, üçünə də eyni qaydada baxasan. Mən çox gözəl baxıram. Qızların xasiyyəti üçün uyğun deyilindi. Adam asarlar. Mən bundan razı deyirəm. Kişinin bir arvad olar, imkan olsa başqasına da kömək edirlər. Belə normal. Gəlin məsələyə başqa tərəfdən yanaşaq. Təsəvvür edin ki, bir kişinin 4 və ya daha çox arvadı var. Hə, elə mənim kimi. Yəqin bu dəqiqə bəzi bəylərimiz mənim yerimdə olmaq istəyir. Fikirləşir ki, nə olaydı? Amma onu da deyim ki, çoxarvadlılıq bir tərəfdən də ona görə yaxşıdır ki, bir qadının üstünə yük düşmür. Biri ev təmizləyəndə, digəri paltar yuyur, bir başqası yemək bişirir. Amma inanıram ki, bu dəqiqə bütün xanımlarımız məni qınayacaq. Deyəcək ki, bu da söz tapdı da danışmağa. Amma belə yaxşıdır. Çoxarvadlılığın tərəfdarları olanlar isə öz aləmlərində bu məsələyə çox məntiqli yanaşdıqlarını düşünürlər. Belə ki, onların fikrincə qadın cəmiyyətdə ərsiz və arxasız qalmamalıdır. Yəni, vaxtilə ərlərini itirən və ya müxtəlif səbəblərdən ümumiyyətlə ərə getməyən qadınlar fərdi və ictimai həyatda bir çox çətinliklərlə üzləşirlər. Əgər kimisə qadını rəhmətə gedirdisə, ölürdüsə, o vaxt qadınların uzun ömürlüyü daha az idi və bu zaman onlar ikinci, üçüncü qadınlar alırdı. Xüsusən də müharibə dövründə millətin genofondu pozulmasın deyə icazə verirdilər. Hətta qardaş müharibəyə getmiş, şəhid olmuş, itkin düşmüş, səs sorağı olmayan qardaşın arvadını ala bilər və beləcə 4 arvadlılıq bir növ bizim mentalitetdə daşlaşdı. Bundan başqa, cəmiyyətdə kişi və qadının say bərabərsizliyini nəzərə alsaq, kişilərin qadınlardan az olduğunu görərik. Əgər bir kişiyə birdən artıq qadın düşürsə, o zaman nə üçün evlənməyə qadağa qoyulmalıdır? Axı ailə qurmaq üçün
kişilər azlıq edirsə, onda ailə qurmaq arzusunda olan qadınlar nə etməlidir? Bunun digər ciddi tərəfləri də var. Azərbaycan cəmiyyəti demokratik, hüquqi, sivil qaydalarla yaşamağa öyrəşmiş bir cəmiyyətdir. Çox arvadlılıq isə çox uzaq keçmişə və geriyə addım atmaq olardı. Ona görə də bunun nə Azərbaycanda sosial əsasları yoxdur, nə hüquqi əsasları yoxdur, nə də iqtisadi əsasları yoxdur. Неплохо очень, совсем без жены, гораздо лучше с любой стороны. Belə getsə, mən məhv olacam. Yox, şikayət eləmirəm. Amma deməyim yəni odur ki, almışamsa, saxlamalıyam da. İslam qaydalarına görə hər bir müsəlman kişinin 4 qadınla ailə qurması məqbuldur. Quran-ı Kərimin Nisa surəsinə baxanda, nəzər salanda təqribən 4-cü ayələr və 5-ci ayələrdə bu barədə xüsusi olaraq məlumat var. 2 arvadlıq, 3 arvad və 4 arvada qədər almaq ixtiyarı var. Yəni Quran-ı Kərim buna 4 arvada qədər icazə verir. Amma bəzən insanları çaşdıran bu məsələdir. Yəni bir adam deyir ki, normalda mən 4 arvad alıram, yəni bunu Quran-ı Kərim deyir. Amma müstəsna halı nəzərə almaq gərək. Yəni Allah Teala Quran-ı Kərimdə deyir 1, 2 və yaxud 4-ə qədər xanım ala bilərsiniz. Bu şərtlə ki, onların arasında ədaləti bərpa etmək şərti ilə. Əgər o 4 xanımın arasında ədalət prinsipi pozularsa, insaf prinsipi pozularsa, hətta Quran-ı Kərim buyurur ki, biri yetər ki, siz biri ilə davranın. Azərbaycan cəmiyyətinə gəldikdəsə, Hacı Surxay buyurdu ki, bu inanılası məsələ deyil. Çünki çox az sayda qadın tapılar ki, həyat yoldaşının ikinci dəfə evlənməsinə razılıq versin. Onu da deyək ki, hazırda qanunvericilikdə çoxarvadlığa rəsmən icazə verilmir. Səbəb isə ölkədəki ictimai şuurun buna hələ hazır olmamasıdır. Buna görə də əziz qadınlarımız, ürəyinizi buz kimi saxlayın. Adil Rasimoğlu, Ziya Allahyarov, Lider TV. Çoxarvadlıq süjetini izlədiniz də. Ancaq sizə deyim ki, qadınlar da hər kişini bəyənən deyirlər və əsasən də onlar hündürboy kişiləri xoşladıqlarını söyləyirlər. Nə üçün hündürboy bəyəm? Kiçik boylular o qədər xoşa gəlimsizdirlər. Kiçik boylular xoşa gəlimsiz görünə bilərlər. O da ki, yalnız hündürboy xanımların yanında. Elə Sədanın və deyərdim ki, bütün liderin ən hündürboy əməkdaşı Rəqsanə Məmmədova kimi. Rəqsanə, siz bu barədə nə deyərdiniz? Nəyə görə görəsən xanımlar hündürboy kişiləri bəyənirlər? Bilirsən, Novruz necədir? Qadınlar nə qədər kişilərlə bir işdə işləsələr də, kişilər qədər güclü və hətta deyərdim kişilərdən artıq özlərini hər bir işdə nümayiş etdirsələr də, əslində onlar çox zərif məxluqlar hesab olunurlar. Onların da mənlə sığınıb güvənə biləcəyi kişilərə ehtiyacı var. Ona görə də seçim edərkən onlar hündürboy kişilərə seçim üstünlüyü verirlər ki, sonunda arxana o bilənəcəyi bir kişi olsun, yarı olsun. Dayı, denə mən batdım ki. Yox, niyə batırırsan ki? Sən də öz boyuna uyğun gözəl bir xanım taparsan və mən deyərdim ki, o xanım sənin kürəyinin arxasında qorxmadan dayana biləcək. Elmi tədqiqatlara heç nəzər salmaq lazım deyil ki, qadınların əksəriyyətinin ucaboy kişilərə üstünlük verməyi məlum olsun. Bu, göz qabağındadır. Hansı qadını dindirsən, boy buxunlu kişiləri ideal hesab edir. Bunun niyəsi bizi çox düşündürdü və bunu araşdırmaq qərarına gəldik. Niyə xanımlar adətən ucaboy kişilərə daha çox üstünlük verir, daha yaxşı yanaşır, nəinki bəstə boylara? Mən elə gəlir ki, ucaboy kişinin sözü daha keçərli olar. Yaraşıqlı olsun, boy buxunlu olsun, qəşəng olsun. Boynlar, həm də boynlarına düz gəlsin. Əgər bir oğlanın boyu hündür olarsa, onun yanında özünü tam güvəndə hiss eləyər. Ucaboy kişi daha karizmatikdir ona görə. Daha karizmatikdir, daha simpatiksindir.
Bioloqlar hesab edir ki, ucaboy insanlar sağlamlıq, ictimai üstünlük və ağıl ilə assosiasiya olunur. Qadınların ucaboylu kişiləri seçmələrinin əsas səbəbi daha sağlam genetik irs ola bilər. Və bu tip kişilərdən orqanizm baxımından dözümlü və ağıllı uşaqlar dünyaya gəlir. Mütəxəssislərin fikrincə bu həqiqətən də belədir. Ən belə deyək, ideal göstərici boyu 188 sm, çəkisi isə 107 kiloqram və piylərin dərəcəsi isə o bədəndə 6% təşkil edir. Təbii ki, bunlarda həyat tərzi, coğrafi ərazi rol oynayır, həyat tərzi rol oynayır, qidalanma faktoru rol oynayır, voleybol, basketbol, uzanma, müəyyən pilləkənlərdə dartılma, yəni bunlar boya təsir edən bir şərtlərdəndir. Tədqiqatlara görə kişinin uşaq vaxtı keçirdiyi xəstəliklər yetkinlik dövründə həmin şəxsin bəstəboyluğuna səbəb olur. Bu həmçinin onun ömrünü qısalda biləcək ürək-damar xəstəliklərinin riskini də çoxaldır. Nəticə budur. Müasir dövrdə ucaboy kişinin uşaq vaxtından sağlam olmasından xəbər verir. Hormonal disbalans pozulmayıbsa, balansdadırsa, hipotalamus, hipofizar hormonlar, boy hormonu dediyimiz, bunlar pozulmayıbsa, qaydasındadırsa, genetik faktorunda dəyişiklik yoxdursa, qidalanma normaldırsa, həyat tərzi, idman, qida tərzi, bunlar hamısı vaxtında istifadə olunursa, əlbəttə ki, boy artımı normal olacaqdır. Qadınlar nə üçün hündürboy kişilərə üstünlük verir? Bu sualın cavabını tapmaq üçün keçmişə getsək görərik ki, bizim ucaboylu olan əcdadlarımız öz ailələrini daha yaxşı qoruya bilirdilər. Burada psixoloji məqamlar çoxdur və eyni zamanda nəzərə almaq lazımdır ki, xanımlar həmişə emosional və bir qədər də vizual olurlar. Bir qədər yox, daha çox belə vizual tip olurlar. Və burada da bu vizuallığın göstəricilərindən biri də onlar qarşı tərəfi daha çox ucaboy, enli kürək, belə bu xüsusiyyətdə, bu tipajda kişiləri sevərlər. Bunun da əsasında, kökündə duran faktor özlərini daha güvənli hiss eləmələrdir. Statistikaya görə ucaboylu kişilər daha tez evlənib ailə sahibi olur. Bu göstərici 80% təşkil edir və ucaboylu kişilər arasında subayların faizi minimaldır. Və bu da son deyil. Tədqiqatlar onu da göstərir ki, xanımlar fikir verin, görünüşə daha çox diqqət yetirirlər. Ancaq siz statistikaya baxsaz, əslində ucaboy kişiləri yox, orta boylu kişilər ailəyə daha çox bağlı olurlar. Onlar daha çox belə o sədaqətli olurlar. Çünki o ucaboy, o baxımlı kişilər çox vaxt xanımlar tərəfindən çox belə arzu olunan insanlar olurlar. Ona görə də yaxşı olardı ki, xanımlar bu kateqoriyaları bir kənara qoysunlar. Əsasən kişilərdə onların daxili alanlarına, həyata baxışlarına üstünlük versinlər. Boyu 1,89 cm olan qəhrəmanımız Orxan Əsgərov da elə özünə güvənən və gələcəyini düşünən ucaboylulardandır. Onun sözlərinə görə hər bir qadın o birisindən daha ucaboy, enli kürək, bir sözlə baxımlı kişiyə sahib olmaq istəyir. Uca olanda, nə bilim, bəlkə də maraqlı gəlir, nə bilim, bəlkə də bu onlar üçün daha xoş olan şeydir ki, yəni ki, həmişə gərək oğlanın boyu qızın boyuna hündür olsun ki, yəni ki, gezəndə də yəni ki, bu qəşəng görsənir. Boyum var idi, amma idmanla məşğul olduqdan sonra daha da biraz yəni ki, hiss elədim ki, biraz da boyu artır. Atamın da boyu hündürdür. Düzdür, mən uşaq atamdan da hündürəm. Amma yəni ki, boy cəhətdən genetik olaraq bəli, bizim ailədə var. Balaca boy olmağın mənfi cəhətlərini gördünüzsə, amma statistika göstərir ki, hündürboy kişilər öz xanımlarına ev işlərində həmişə kömək olur. Ona görə də onların xanımları mənim qədər əziyyət çəkmirlər. Bəxtəvərlər. Maraqlıdır, bəs kifayət qədər hündürboy xanımlar özlərinə həyat yoldaşı seçimində necə birisinə üstünlük verirlər? Əsasən də voleybolçu xanımlarımız. Bəs gələcəkdə yoldaşınızın boyu balacaq, hündür olmağını istəyirsiniz? Hələ bu barədə fikirləşmirəm, amma hər halda məndən hündür olmağını istərdim.
Düzdür, uca boy, enli kürək, bədənin iqidə bənzər quruluşu əladır. Amma öz seçiminizdə tək bu faktorla yararlanmaq düzgün olmazdı. Odur ki, psixoloqların məsləhəti belədir. Əziz qadınlar, xarici görünüşlə yanaşı seçdiyiniz insanın ağlına, təhsilinə, dünya görünüşünə, qəlbinə də fikir verməyi unutmayın. Solmaz Süleymanlı Şəfiqə Murad qızı, Həmid Əhmədli Elvin Muradov, Lider TV. 2013-cü il başlayandan dünya turuna çıxan əməkdaşımız Elnur Niftəliyev əvvəlcə Özbəkistan, Serbiya, sonra Rumıniya, Gürcüstanı gəzib dolandı. Gəzib dolanmaq az idi. Jurnalist marağı ona o qədər üstün gəldi ki, bu ölkələrin tarixi, mədəniyyəti, yaşam və geyim tərzləri ilə də yaxından tanış oldu. Tanış olmaqla da bu həvəs bitmədi. Bizləri də yadından çıxartmadı. Olduğu yerlərdə bir-birindən maraqlı sujetlər, reportajlar hazırlayıb, öz gördükləri və eşitdiklərini həm bizlər, həm də sizlərlə bölüşmək istədi və bölüşdü də. İndi Türkiyədən qayıdan Elnur deyəsən bu dəfə də bizim sədanı unutmayıb. Oradan əliboş qayıtmayıb. Gəlin görək əməkdaşımız bugün bizi hansı reportajla təəccübləndirəcək. Marş! Hamza! Sağ sürüş! Mustafa Kemal Atatürkün bastırılacağı yerlə bağlı heç bir vəsiyyəti olmayıb. Amma vəfatından illər öncə hazırda anıt qəbrin yerləşdiyi məkana baxaraq bura necə gözəl anıt yeridir deyə fikrini bildirib. Elə bu məqamı nəzərə alan dəfn komissiyası məhz bu məkanı seçib. Bura təkcə bir ziyarət məkanı deyil, Türk ulusunun keçmişini, aparılan mücadilələri, tarixi özündə əks etdirməli idi. Belə də oldu. İnşasına 1944-cü ildə başlanılan Anıtqəbirdə işlər 1953-cü ildə yekunlaşdı. Arzu olunan nəticə əldə edildi. Türk millətinin ürəyinin döyündüyü bu məkanın bilinən tərəfləri ilə yanaşı, bilinməyən, daha doğrusu ilk anda nəzərə çarpmayan tərəfləri daha çoxdur. Ümumilikdə 150 min ton ağırlığında olan Anıtqəbir heykəllərinin fasaddakı kiçik elementlərin belə bir mənası, fəlsəfəsi var. Məsələn, Atatürkün vəfatına üzülən türk qadını. Kədərlidir, amma eyni zamanda göz yaşlarını hər kəsdən gizlədir. Elmə, marifə sarılan türk gənci. Vətənin azadlığı uğrunda savaşa hər zaman hazır türk əskəri. Böyük Atatürkün qəbrinə doğru gedən 262 metr uzunluğunda aslanlı yol isə daha böyük anlam daşıyır. Yolun sağ və sol tərəfində olan 24 aslan, 24 Oğuz boyunu təmsil edir. Türklərin güc simvolu kimi qəbul etdiyi aslan fiqurlarının cüt olması millətin birlik və bərabərliyini, aslanların pişik kimi yatmış formada olması isə bu böyük gücün sülhsevərliyini özündə əks etdirir. Aslanlı yolun sonunda isə Türk bayrağı görünür. 33,5 metr uzunluğunda olan bayraq dirəyi 1946-cı ildə Birləşmiş Ştatlardan gətirilib. 4 metri yerin altında bastırılan dirəyin yalnız 29,5 metrini gözlə görmək mümkündür. Burada Atatürk muzeyi də fəaliyyət göstərir. Ziyarətçilər böyük şəxsiyyətin şəxsi əşyaları və digər eksponatlarla tanış olmaq imkanı əldə edirlər. Bu nəqliyyat vasitəsi Atatürkü Anıtqəbirə daşıyıb. Anıtqəbirdə eyni zamanda bura gələn turistlər Atatürkün şəxsi avtomobili və qayığı ilə də tanış ola bilərlər. Və nəhayət Mustafa Kemal Atatürkün bastırıldığı Anıtqəbir. Türkiyə Cumhuriyyətinin qurucusunu insanlar həmişə burada, şərəf salonunda ziyarət edirlər. İstər dövlət xadimləri, istərsə də sadə vətəndaşlar. Amma əslində isə Atatürkün cənazəsi buradan 7 metr aşağıda, məzar otağı adlanan yerdə bastırılıb. Bir sözlə, Anıtqəbir kompleksinə yalnız Mustafa Kemal Atatürkün bastırıldığı məkan kimi baxmaq olmaz. Anıtqəbir bütün dünyaya bir millətin addım-addım, böyük zəhmətlə yüksəlişini, inkişafını nümayiş etdirir. Elnur Niftəliyev, Elman Əliyev, Lider TV, Ankara, Türkiyə. Sırada bizim Sədanın çox maraqlı rubrikasıdır.
Boş vaxtlarımızda əsasən də iş görən zaman mahnı oxumaq, zümzümə etmək bəzilərimizin hətta hobbisidir. Amma heç bilirdiniz ki, elə bu hobbi özü də insan orqanizmi üçün çox xeyirlidir. Eşitməmisinizsə, onda biz deyək, siz də diqqətlə qulaq asın. Alimlər bir neçə klinikada xəstələr arasında eksperiment aparıblar. Bu zaman xəstələrə tez-tez mahnı oxumaq təklif olunub. Eksperiment nəticəsində məlum olub ki, oxuma xəstələrdə ağrıların azalmasına, orqanizmin bərpa olmasına yaxşı kömək edib. Wow! Now we're gonna dance with the devil! Now we're gonna dance with the devil! Həkimlər izah edirlər ki, oxuma zamanı insan orqanizmi oksigenlə zənginləşir və nəticədə ürək, ağciyərlər və beyin daha yaxşı işləməyə başlayır. İnsanda əzələ tonusu qaydasına düşür. Ekspertlər bildirirlər ki, oxumanın köməyi ilə kəkələmə, stres və hətta artıq çəkidən də azad olmaq mümkündür. İnsanı cavan saxlamaq və cavanlaşdırmağın üsulları haqqında çox eşitmişik. Müxtəlif əməliyyatlar, tibbi və təbii üsulları buna misal göstərmək olar. Mütəxəssislərin son tədqiqatları isə daha maraqlı olub. Onlar insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Sizcə o hansı meyvədir? Çiyələk. Bilmirəm. Alma. Nədir? Alma, armuddur, nədir? Alma, armuddan başqa nə? Alma çoxdur xüsusiyyətləri mən bilən. Bəli, məhz almanın tərkibində olan mikroelementlər hesablanıb və məlum olub ki, bu elementlər ürəyi cavanlaşdırır, qan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Britaniyalı alimlərin sözlərinə görə isə hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək damar sisteminə müsbət təsir edir. Qan damarlarının elastikliyini qoruyur. Alma eyni zamanda insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını 21% daha çox alır. Təcrübələrin nəticələrinə görə müntəzəm olaraq kifayət qədər alma şirəsi qəbul edən könüllülərin ürək damar sistemi və orqanizmində ümumilikdə 17 yaş cavanlaşma müşahidə edilib. 성숙해 보이지만 놀 땐 노는 여자 이때다 싶으면 묶었던 머리 푸는 여자 가렸지만 웬만한 노출보다 야한 여자 그런 감각적인 여자 Bir müddət öncə öz dinamik rəqs və oxu tərzi ilə dünyaya səs salan Gangnam Style mahnısı elə yeni-yeni unudulmağa başlayırdı ki, üzə çıxan son faktlar bu mahnını yenidən gündəmə gətirdi. İnternet saytlarında yayılan xəbərlərdə göstərilir ki, milyonlarla dinləyici qazanan bu musiqidə göstərilən rəqs nümunəsi əslində qədim Çinin uşaq qurbanlarına aid rituallarda icra olunub. Bu rəqs Koreyalılar, Yaponlar və Vyetnamlılar tərəfindən uzun illər oynanılıb. Belə ki, qədim Çində satanistlər xüsusi bir ritual həyata keçirər, şeytana qurban verərlərmiş. Bu zaman şeytana qulluq edənlər azyaşlı uşaqları ayaqlar altına atmaqla kifayətlənməyib, üstündə Gangnam Style rəqsini oynayıblar. 오빤 Gangnam Style Gangnam Style 오빤 Gangnam Style Ən dəhşətlisi isə odur ki, musiqi ilə müşayiət olunan bu rəqs şeytana qurban verilən uşaq ölənəcən davam edər və yalnız uşaq öldükdən sonra mərasim başa çatmış hesab olunardı. Bu da belə. Yəqin ki, süjetlərlə yanaşı hazırladığımız rubrika ilə də sizlərə kifayət qədər informasiya ötürə bildik. Əgər baxdığınız süjetlərə bir də nəzər salmaq istəyirsinizsə, o zaman bizim Sədanın YouTube-dakı səhifəsinə daxil olmağı unutmayın. Bizdən bu qədər. Sağ olun, salamat qalın. Afisi okey. Ayaq üstədir bu. Rubrika ilə də sizlərə hansı kamera 3-ə? Hə, yox, getmədim ki. Götürmədilər nömrəni. Orada 2 nəfər qayaya dırmana uzun sözün qısası. Mətləbdən çox uzaqlaşmır. Əvvəlcə öl. Hardan? Tanış olmaqdan. Şəxsən mən Novruz. Bu bəyəm kiçik söyüb. Qədər yoxsa xoşluq gəlməz. Bir başqası sənin saçını darıyıb. Bəh. O birisi də qalstukunu bağlayır. Biri də sənin evə tez gəlməyin üçün arxanca su atır. Həyatda bundan gözəl zövq ala bilər. Yo, lazım deyil. Bir dəfə deyil, Yefisu.